Can, o sən gözlərin qadasını almağı sevdim. Sən xoş gəlirsən. Həmişə Elbala məktəbini, həmişə əlindən tutubsan. Nağarada, davulda da, qoşanlarda da. Görürsən ki, o çatışmayan şeylər var ki, Seyid, yəni o çilik nağarasını, yəni da nağaranın özündə də, yəni uşaqlara göstərişləri var, məsləhətləri var. Sağ olsun, Seyid bizim qardaşımızdır. Bax, Çeçenka Yoska, Abdullah kişinin oğlu. Öpürəm, nə tərsən? Yaxşısan, bu duxlar, bu Holdren, Şöldres var, o duxlar bizi gördü. 0.20'dir da, eləmi? O 0.20'dən inşallah. Hazır veririk. Seyid baba, söz səndə. Seyid, söz səndə. Yəni, bu yaşda, yəni Yoska bala, yəni qoş şapalağın içində nələr lazım idi, hamısını elədi. Nağara saat tanış gəlir də. Ustadın nağarası. Buradan bir Adil. Buradan salamlar. Salamlarını göndərirəm Adil üstüyə. Sağ ol. Allah ömür versin. Sağ ol, sizlərlə baxım. Yoska bala. Sağ ol, Abdullah kişinin oğlu. Öpürəm səni.
Çeçenka Yoska. Bəli, mən həmişə demişəm, yenə deyirəm, Elbala məktəbi Gəncə budur. Eldəniz müəllimi yaşayış yeri, Gəncə şəhəri iş yerimiz, Dəmiryolçular Mədəniyyət Sarayının qapısı. Xalqın balalarının üzünə çıxdı, biz hazırıq qəbul edək. Nə bilirsə və... Tələbələrlə paylaşır. Sağ ol ağa, sən xoş gəlibsən, hə? Nətərsən, yaxşısan? Get bir Seyid Baba ilə görüş. Ay sağ ol. Əyləş günən. Şıtma qazağını. Yumuşaq. Mırdı. Dərəbəm dərə deyil, bir dərəbə, dərəbə deyil, bir dəm. Ay can, sağ olun, əla, gözəl ifadə.